Xeyir olsun. Artinin nümunə oksigenli üzvü birləşmələrə aid təqdim etdiyi testlərə baxaq. Birinci sualımızda bizə yağ deyilir. Biz bilirik ki, gliserin və ali karbon turşularının əmələ gətirdikləri belə deyək, mürəkkəb efirlərdir. Gliserin və ali karbon turşularını yazsaq bu hissəsini. Sadəcə biz burada radikalların hansı olduğunu bilmirik. Yəni hansı bir əsaslı karbon turşusu, amma eyni doymuş bir əsaslı karbon turşusundan əmələ gəlibdir. Bu zaman oksigenlər buraya yazaq R1, 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 yəni eyni radikallardır. Bunların bütün kütlələrini cəmliyi ümumi kütləni 809-a, 89, 806-ya 806-ya bərabər eləyəcək. Yəni olacaq 3R1 üstə gəlinsin. Deməli 77 plus 96 bərabərdir 806. Deməli R buradan bərabərdir. Burada nəyə bərabər olar? 211-ə. İndi biz 211-ə bərabərsə radikalımız doymuş da ola bilər. CnH2 plus 1 COH doymuş deyir. Elə doymuşla da gedəcək. 14-ün üstə gəlinsin 1 bərabərdir 211-ə. N'in qiyməti 15-ə bərabərdir. Deməli doymuşdursa onda bizim burada 15 karbon atomumuzun 15-i də sp3 hibridləşmə halındadır. 3 dənə olduğu üçün deməli belə deyək də C15H31, C15H31, C15H31-dir. Deməli 45 dənə olacaqdır. 45 dənə. Ümumilikdə belə deyək də 15-i vuraq 3-ə, təzədən vuraq sp3-ün 4 dənə hibrid orbitalına, üstə gəlik 3 dənə karbon atomu gliserindəki. Bunlar da deməli sp3 hibridləşmə halındadır. 3-ü də vururam 3-ə. Bir də bizim, daha doğrusu 3-ü də vururam 4-ə. Bir də bizim bu funksional qrup hissədə olan karbon atomları isə sp2 hibrid vəziyyətindədir. Ona görə də 3-ü də vurarıq 4-ə bərabərdir. Deməli hibrid orbitalını bizdən istəyirsə cavab olacaq burada 201 A variantı. Keçdik ikinci sualımıza. 220 qram sirkaldehidin müəyyən miqdar gümüş peroksidi amiddəki məhlula əlavə edilir. Reaksiya birlikdə sonra üzv birləşmənin kütləsi 268 olur. Deməli sirkaldehidi CH3, CHO-dur. Gümüş güc reaksiyasından çevrilir asetat turşusuna. Buradan 16 qram fərq var. Baxın, bu hissədə 16 qram fərqdir. 44 qram, bu isə 60 qramdır. 220-dən 268-ə gəlirsə, burada 48 qram artım var. 48 qram artım olduqda nə qədər reaksiya daxil olur? X 16 qram artım olduqda isə 44. X buradan bərabərdir 3 dəfə artsa 132 qram reaksiya daxil olacaq. Neçə faiz reaksiya daxil olubdur? Gəlin onu hesablayaq. 132-nə bölərik ümumi kütlə 220-yə vursaq 100-ə bərabərdir. Deməli olacaq 60%. İkinci də C variantı. Gəldik üçüncü sualımıza. Deməli bu belə bu. Glukozanın kütləsinin üstə bir hissəsi spirtə qıcıqırda 23 qram spirt almışdı. Glukoza C6, H12, O6 qıcqırır. Spirtə qıcqırmada C2, H5OH üstə gəlincin bir də CO2 qaz əmələ gəlir. 2 mol, 2 mol. 23 normalda 92 qram əmələ gəlir. Və bunun üçün 180 qram glukoza sərf olunur. 23 qrama da yazarıq ki, X də buradan bərabərdir 45 qram. Deməli bu spirtə qıcqırmadır. Digər hissəsi isə yağ turşusuna qıcqırmışdır. Bu 45, deməli 45 üstə 1 hissə 45 üstə 1 hissədir. 45 əgər üstə 1 hissədirsə, deməli 45-i bölərik üstə 1-ə, üstə 1-ə. Təbii bunun öz kütləsi olacaqdır 100. Nə qədər olur? Belə deyək də 45-in üstə 1 hissəsə biz üstə 2 hissəni yerdə qalanı tapmalıyıq. Buraya yazıram X. X də buradan bərabərdir. Bəli, 135 olacaqdır. Deməli bu 135-dir. Sonra daha doğrusu 3-də biz tam hissəni tapsaq da tam hissəni tapdıq ki 135 tam hissədir. 135-in də üstə 2-si təzədən yerdə qalan üstə 2-sinə qədər olar. Bu eləyəcəkdir. Deməli 90 qram glukoza qalıbdır. 90 qram glukozanda C6, H12, O6 çevrilir. Deməli yağ turşusuna qıcqırma C3, H7, COH üstə gəlinsin CO2, üstə gəlinsin H iki əmsallaşdığında bura 2 düşür. 92 qramdan 2 mol əmələ gəlsə 23-ə yazarıq ki, buradan Y-dir. Y də buradan bərabərdir. Deməli 4 dəfə azalsa 0,5 mol buradan alınacaq. İndi
bizim 80 qramımızdan 4 mol əmələ gəlsə 90 qrama x-dir. X də bərabərdir 2 tam deməli 2 mol da buradan əmələ gələcəkdir. 2 ilə 5-in cəmi 2,5 vurarıq 22,4-ə. Bu da 56 litr eləyəcək. Cavab oldu Y variantı. X mol qarışıq aldehidi və Y mol sirkə aldehidi suda tam həll edilir. Məhlula artıq miqdarda gümüş peroksidini amonyak məhlulu ilə təsir edəcək. Reaksiya axıra qədər gedir. Qarışıq aldehidi CH2-dur. Deməli, gümüş gücü reaksiyasına gedir. Buradan 2 dənə argentin çökməsi, bir də qarışqa turşusu əmələ gəlir. CH2O2. Sirkə aldehidini götürsək, C2H4O-dur. Buradan da oksidaşməsinə 2 dənə argentin, yəni bunların üstünə belə deyək də, argentin 2O gəlirik. Birdən də əmələ gəlir, deməli, sirkə turşusu C2H4O2 və bizim bu əmələ gələndə diqqət eləməliyik ki, bizim qarışqa turşumuzda gümüş gücü reaksiyasına daxil ola bilirdi. İndi buradan deməli, bunları gördüyümüz kimi hərəsindən 1 mol, 2 mol götürdükdə 4 mol gümüş çökürsə, bizdə 4 mol gümüş çökməsi baş verir. Ümumi cəm 0,5 mol götürsək, nə qədər çökəcəkdir gümüşümüz? Deməli, burada 1 mol çökmə olacaqdır. Onda 1,6-dan 1 mol çıxdıq. Bəs 0,6 gümüş hardan əmələ gəlirdir? Təbii ki, bu da CH2O2-nin, yəni qarışqa turşusunun argentin 2O ilə reaksiyasından alınır. CO2 üstə gəlinsin, argentin üstə gəlinsin H2O, yenə 2 dənə gümüş idi. 0,6-dırsa yazırıq ki, deməli, baxın 1-ə 2-dirsə 1-ə 2-dirsə 0,6-ya x-dir. Buradan x bərabərdir 0,3. Deməli, bizim 0,3 qarışqa turşumuz oldu. 0,3 qarışqa turşusudursa, onda 0,3-də qarışqa aldehidi götürülübmüş. Ümumi cəm 0,5 olduğu üçün, onda 0,2-də bura düşər, cavab olar D variantı. Tərkibində 2 karbon atomu olan doymuş monoaminlər qarşılığında polar kovalent rabitə sayı qeyri-polar kovalent rabitə sayında 20 dəfə çoxdur. Monoaminlər qarşılıdır. 2 dənə karbon atom var. Bu, biri məsəl üçün dimetil amini ola bilər. CH3NH formasında. Biri də etil amini formasında ola bilər. Etil amində C2H5NH2. Buradan yazacaq polar, buradan qeyri-polar rabitələrin sayını çıxardaq. Bunu X mol götürürəm, bunu Y mol götürürəm. Deməli, bizə deyir ki, polar rabitə karbon hidrogen, karbon azot, azotdan hidrogen arasında olan rabitələr olacaqdır. 1, 2, 3, 3-də 9 dənə oba olacaqdır. 9x götürürəm. Qeyri-polar isə karbonla karbon olmadığı üçün buranı 0 götürürəm. Burada isə 5 dənə, bir dənə karbonla azot arasında 6, 2 dənə də 7 Y olacaqdır. 2 dənə karbon atom olduğu üçün Y qədər də qeyri-polar olur. İndi polar kovalent rabitə sayı, yəni 9x üstə gəlinsin 7Y, qeyri-polar da 20-dir. Y-dən 20 dəfə çoxdursa, buraya yazıram 20. 20Y. Burada 8 olacaqdır. Deməli, 5, 2, 7, düzdürmü? 7, bir dənə də karbon azot arasında 8 dənə. 8. Deməli, 9x bərabərdir 12Y. X dənəyə bərabər olar. Belə olacaqdır. Belə 3x bərabərdir 4Y-ə. İndi nə edirik? Burada deyir ki, amillərin mol sayı nisbəti 3-ün 4-ə nisbət C variantı. Sonra alüminium karbidin su ilə reaksiyasından metan alınır. CH4. CH4 1500-də parçalanır C2H2-yə. C2H2 üstə gəl H2O-dan əmələ gəlir sirkə aldehidi. CH3, CHO. Üstünə H2 gəlsək CH3, CH2OH. Qeyri-polar kovalent rabitə istəyir. Bir dənədir. Buradan isə olur CH3, qarışqa turşusu əmələ gəlir. CH3, COOH əmələ gəlir. Burada da bir dənədir. Cavab oldu 2D variant. 7-ci sualımıza gəlir. 10 dənə amin turşu var, 10 atom var olan amin turşu tetrapeptid alırıq. Biz bilirik ki, tetrapeptidi alanda 4 dənə amin turşu reaksiya daxil olur. Buradan əmələ gəlir tetra
peptid, bir də 3 mol H2O ayrılır. 4 dənə amin turşunun içərisində 4'ü vuracaq ona. 40 dənə atom var. Tetrapeptidi bilmirəm atom sayı nə qədərdir. 2 üstə gələk, buradan 3 dənə H2O-dakı atom sayını çıxıram. 3'ü vururam. Deməli 3'ə 9. 40'dan da 9 çıxanda 31. 180 glisindən 0,2 mol polipeptid alınmışdır. Deməli glisin götürürük. N qədər bilmirik. Buradan alınır polipeptid. Üstə gələk N1 minus 1 qədər də H2O. Və biz bilirik ki, glisinin kütləsi glisin belə deyək də CH2, COH, bir də NH2-dir. 75 qramdır. 180 qram glisin isə 180'ı bölürəm 75'e. Bu mənə 2,4 moldur. Deməli 2,4 moldan polipeptid 0,2 moldursa, N moldan da polipeptid olur 1. N'in qiyməti bərabərdir 12'ye. Və bizdə su, ayrılan suyun kütləsidir. Su N-1, yəni 11 mol əmələ gələcəkdir. 1 moldan 11 mol əmələ gəlirsə, yəni 11 vurulsun 18. 0,2 mola da yazıram 200. Buradan da X'in qiymətini tapıram ki, 39,6 edər. 39,6. Belə. Etil amin C2, H5, NH2. Metil amin CH3, NH2. Metan CH4. Bu ümumilikdə X, Y, Z. Ümumi mol miqdarı X plus Y üstə gəlinsin Z bərabərdir 1'ə. Bunun yanmasından 2X qədər CO2, bir də 0,5X qədər N2 alınacaqdır. Buradan deməli Y qədər CO2, 0,5Y qədər N2 alınacaq. Buradan isə Z qədər CO2 əmələ gələr. 33,6 litr karbon qazı 1,5 mol deməkdir. Karbon qazlarını cəmləyirəm. 2X plus Y bərabərdir 1,5'ə. Azot isə 0,5X üstə gəlinsin 0,5Y bərabərdir 0,35 mol, 0,35'ə. X plus Y bərabərdir 0,7'yə. Burada nə almışıq? X plus Y plus Z. Gətirib burada 0,7'nin yerinə yazsam. 0,7 üstə gəlinsin Z bərabərdir 1'ə. Z bərabərdir 0,3'ə. Z-in qiyməti 0,3 oldu. İlkin qarşıda neçə mol metil amin olmuşdur. X plus Y 0,7 desəm, yuxarıda da tapmışıq ki 2X plus Y də bərabərdir 1,5'ə. Bunu tərəf-tərəfə çıxsaq, X bərabərdir. Nə qədər olacaqdır? Bizdə nəyə soruşur? Metil amini deyir tapın. 1,5'dən tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxdıq. X oldu 0,8. CO2'nin birini unutmuşuq burada. 2X plus Y plus Z'də var axı. Z bərabərdir 1,5'ə. Z'də 0,3 buradan yerinə qoysaq, 2X plus Y bərabərdir 0,3, 1,2. 1,2. Onda Y-in qiyməti olacaqdır. X-in qiyməti olacaq 0,1,2'dən 0,7'dən çıxsaq tərəf-tərəfə çıxıram. Eləcəkdə 0,5. 0,5. 0,5 0,3 Bizdən ilkin qarşıda neçə mol metil amin olmuşdur? 0,8. Onda demək 1 idi də. 0,5 üstə gəlinsin 0,3 üstə gəlinsin Y bərabərdir 1'ə. Y də bərabər olar 0,2 variantı.